Salam, bugünkü dərsimiz gələcək sadə zaman və keçmişə nəzərən gələcək sadə zamandır. Gəlin başlayaq. İngilis dilində gələcək sadə zaman gələcəkdə baş verəcək hadisələri təsvir etmək üçün istifadə olunur. Bu zaman forması will köməkçi feilindən və feilin əsas formundan ibarətdir. Təsvir cümlələrində struktur mübtəda plus will plus feil şəklindədir. Gəlin cümlələrə baxaq. I will go to supermarket. Mən supermarketə gedəcəm. You will go to supermarket. Sən supermarketə gedəcəksən, yaxud da siz supermarketə gedəcəksiniz. He, she, it will go to supermarket. O supermarketə gedəcək. We will go to supermarket. Biz supermarketə gedəcəyik. They will go to supermarket. Onlar supermarketə gedəcəklər. Sual cümlələrində will mübtədanın, yəni şəxs əvəzləyənin önünə keçir. Will I go to supermarket? Mən supermarketə gedəcəyəm. Will you go to supermarket? Sən supermarketə gedəcəksən, yaxud da siz supermarketə gedəcəksiniz. Will he, she, it go to supermarket? O supermarketə gedəcək. Will we go to supermarket? Biz supermarketə gedəcəyik. Will they go to supermarket? Onlar supermarketə gedəcəklər. İnkarda bilə not artırılır. I will not go to supermarket. Mən supermarketə getməyəcəm. You will not go to supermarket. Sən supermarketə getməyəcəksən, yaxud da siz supermarketə getməyəcəksiniz. He, she, it will not go to supermarket. O supermarketə getməyəcək. We will not go to supermarket. Biz supermarketə getməyəcəyik. They will not go to supermarket. Onlar supermarketə getməyəcəklər. Keçmişə nəzərən gələcək sadə zaman İngilis dilində would köməkçi feilindən istifadə edərək formalaşdırılır. Bu zaman forması keçmişdə planlanmış, ümid edilən və ya verilmiş bir vədin gələcəyini bildirir. Lakin bu hərəkətin həyata keçib keçməməsi artıq keçmişdə qalmışdır. Təsdiq forması feilin kökündən sonra should və ya would köməkçi feillərə əlavə olunur. Müasir ingilis dilində should sözü əvəzinə çox vaxt would istifadə olunur. I would go, mən gedərdim. You would go, sən gedərdin, yaxud da siz gedərdiniz. He, she, it would go, o gedərdi. We would go, biz gedərdik. They would go, onlar gedərdilər. Sualda would mübtədanın, yəni şəxs əvəzliyinin önünə keçir. Would I go? Mən gedərdim. Would you go? Sən gedərdin, yaxud da siz gedərdiniz. Would he, she, it go? O gedərdi. Would we go? Biz gedərdik. Would they go? Onlar gedərdilər. İnkarda bu da not artırılır. I wouldn't go, mən getməzdim. You wouldn't go, sən getməzdin, yaxud da siz getməzdiniz. He, she, it would not go, o getməz idi. We would not go, biz getməz idik. They would not go, onlar getməz idilər.